İranın isə keçmiş prezidenti ilə sabiq Xarici İşlər Nazirinin həbs olunması ilə bağlı məlumatlar və iddialar səsləndirilməkdə davam edir. Söhbət Həsən Ruhani və Cavad Zərifidən gedir. İranın keçmiş prezidenti Həsən Ruhani və keçmiş Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif həbs edilib. Bu barədə First Middle East Telegram kanalı məlumat yayıb. Onların hər xəbəri məhz rəsmi olaraq təsdiqlənməsə də əlavə olaraq Telegram məlumatlarında bu xəbərlər yayılır. Ruhani və Zərif Qərblə sıx əlaqələrin tərəfdarı olan radikal islahatçılar qrupunun üzvləri sırasındadır. Onlar İranda 2015-ci ildə əldə edilən çox məşhur nüvə sazişinə görə məsuliyyət daşıyırlar. Qeyd edək ki, bundan əvvəl hər iki siyasətçinin saxlanıldığı ilə bağlı məlumatlar yayıldı. Ruhaniyə yaxın mənbələr isə bu xəbərləri təkzib etsə də hələ də Telegram kanallarında onların həbsi ilə bağlı məlumatların təqdim edilməsinin şahidi olmaqdayıq. Bəli, bir çox mənbələr və əlavə olaraq sosial şəbəkələr, Telegram kanalları keçmiş prezidentlə sabiq nazirin həbs olunması ilə bağlı məlumatlar yayır. Amma İran ümumiyyətlə tarixən hər zaman qapalı olması ilə seçilib. O ki qaldı elə indiki ağır və çətin dönəmdə onlar hansısa bir məlumatları açıq şəkildə təqdim etsinlər. Hətta internetin belə qadağan olunduğu bir şəraitdə bu məlumatların, bu xəbərlərin İran hökuməti tərəfindən yayılması və etiraf olunması gerçəkliyi hər halda absurd görünə bilər. Çünki onlar tamamən bütün informasiya əlçatımlığını bloklamış bir vəziyyətə gətiriblər. Nə əhali, nə insanlar dünyanın hansısa bir ölkələrindən xəbər tuta bilir. Ümumiyyətlə İrandakı prosesləri izləmək istəyən dünya dövlətləri də daxildə olan gedişatla bağlı məlumatları tam açıq aydın əldə etmək qabiliyyətinə malik deyil. Çünki bütün bu resurslar, bütün bu imkanlar mövcud rejim tərəfindən tamamən sıfırlanıb, məhdudlaşdırılıb. Mən özüm nə edirəm, qətliam törədirəm, insanlara qarşı vəhşilik edirəm. Bu mənim öz işimdir, daxili işimdir. Belə bir görüntü dünyaya nümayiş etdirməyə çalışar İrandakı hazırki rejimin hərəkətlərində və davranışlarında bunu görmək mümkündür. Amma bu bütün beynəlxalq hüquqlar zaten Trump özü də qeyd etdiyi beynəlxalq hüquq adlı bir anlayış qalmayıb. Amma bu şəkildə insanlara qarşı öz xalqına vəhşicəsinə cinayətlər, qətliamlar, soyqırımlar törətmək hər halda dünya adına proseslərin heç də yaxşı yerə doğru getdiyini göstərmir. Hər halda İran üçün bu prosesləri bizim üçün daha vacib edən amil bunu Venezuela hadisəsi ilə biz eyniləşdirmirik, qarışdırmırıq. Çünki Venezuela bizim sərhədlərimizdən çox uzaq ayrı bir qitədir. Amma cənub qonşumuz İran bizə daha həssasdır. Region olaraq həm qonşumuzdur, həm belə deyək, orada milyonlarla insanımızın, soydaşımızın taleyindən söhbət gedir. Yəni biz dünyanın hansısa uzaq bir ərazisində baş verən hadisəyə biganə qala bilmirik, səssiz yanaşmırıq. Onun gətirə biləcəyi risklərdən və təhlükələrdən bəhs ediriksə, o ki qaldı elə yanı başımızda olan cənub qonşumuz İran, baxmayaraq ki, bizə heç vaxt qonşu gözü ilə nədənsə baxmaq istəmir, hər zaman bizim özü üçün təhlükə və düşmən kimi qələmə verməyə çalışır. Amma biz tamam başqa bir münasibətlər içərisində onlara belə deyək, yanaşmağa çalışmışıq. Amma İranın mövqeyində də bizə qarşı olan reaksiyalar daim müxtəlif belə deyək, ampulalarda təkrar olunur. Bugün Pezeşkan hökuməti hakimiyyətə təmsil olunur, amma onun da Azərbaycanla münasibətləri yumuşaltmağa, yaxşılaşdırmağa yönəlik cəhdlərinə baxmayaraq, bugün İranda yenə də aparıcı söz sahibi olan dini radikal kəsim bu münasibətlərin yaxşılaşmasına Pezeşkan qədər cəhd etməyə əvəzinə tam əksi bunun qarşısını alır, müəyyən əngəllər törədir, təxribatçı açıqlamalarla çıxış edir. Hələ bunları qoyduq bir kənara, öz xalqına bu şəkildə vəhşilik edir, zülm edir və orada güneylilərimizin, qardaş bacılarımızın həyatının təhlükələr və risklər altında olduğunu biz qeyd etməliyik. Baxmayaraq ki, bugün etirazlar yatırılır, sabah yenidən başlaya bilər, hansısa bu formada daha kəskin, daha da ağır nəticələrlə üzləşə bilər. Amma indiki halda ən ağır nəticələrdən biri gözümüzün qarşısındadır onsuz da. 20 minə yaxın insanın ölülməsindən gedir. Yəni hətta rəsmi mənbələr bunu 3000-4000 civarında qeyd etsələr də, qeyri-rəsmi müxtəlif xəbər agentliklər və şəbəkələr bu məlumatların tamamən göründüyündən daha da ağır, daha da dəhşətli itkilərin və faciələrin yaşandığını deyirlər. 100 mindən artıq şəxsin saxlanılması, azadlıqdan məhrum olunması və onların hətta edam olunması təhlükəsi də var. Baxmayaraq ki, Trump nə qədər
hansı səviyyədə desəz də ki, onlar güya söz veriblər İran hökuməti ki, Amerika Birləşmiş Ştatları tərəfi bu barədə bilgiləndirilib, əlavə olaraq insan ölümü olmayacaq, edamlar baş verməyəcək, hatta 20 minə yaxın insan qətl olunubsa da əlavəsi mi var, bunun başqa tərəfi mi var? Yəni cinayət, soyqırım, bəşəriyyətə yönəlik fəlakətlər hamımızın gözü qarşısında baş verir. Yəni burada 1000-dir, 2000-dir, 3000-dir, fərq etməz. Bundan sonra nə qədər olacaq? Yəni bunu belə düşünmək təbii ki, istənilən halda suallar yaradan məqamlar çoxdur, amma 20 minə yaxın insanın ölməsi bu olduqca dəhşətdir. Daha nə qədər olmalı, daha nə qədər itkilər baş verməlidir ki, nəhayət ki, buna bir reaksiya gəlsə, bunun qarşısının alınması, bunun bir dayandırılması istiqamətində hər hansı bir addımın atılmasının şahidi olaraq. Baxmayaraq ki, Amerika Birləşmiş Ştatları prezidenti dedi ki, qorxmayın, biz sizinləyik, təyyarələr işə düşüb, təhlükəsizlik tədbirləri görüləcək, yardımlar, köməklər gəlir, amma hamısı havadan asılı vəziyyətdə qaldı. Yəni sözdən əmələ keçən hər hansı bir biz davranışın şahidi olmadıq. Nəticəsində də rejim çapdı, taladı, önünə gələni sildi, süpürdü, atdı. Yəni qanuna qəltan etdi. Yəni vəziyyət bu cürdür. Dəyərli tamaşaçılarımız, canlı yayın buraxılışımız davam edir. Yeni qoşulan izləyicilərimizə isə ənənəvi ricamızı xatırladırıq. Mütləq verilişimizi bəyənin, kanalımıza abunə olmağı da unutmayın ki, son dəqiqə hadisələrindən sizinlə birlikdə daha geniş auditoriya Mediatürk TV vasitəsilə məlumatlı ola bilsin. İranda insanlar kuponla alış-veriş etməyə başlayacaq. Yəni artıq bu proses start götürür. Yəni baxın, insanların etirazlarını, aksiyalarını və narazılıqlarını yatırmaq üçün rejim bu addımlara gedir. Amma bu nə qədər məqbuldur, nə qədər düzgündür? Xəbərə nəzər yetirək, görək İranda nə baş verir. İranda 2025-ci ilin dekabrında başlayan şiddətli etiraz aksiyalarından sonra hökumət əhalinin əsas qida məhsullarına çıxışını təmin etmək üçün Kalabark adlı elektron kupon tətbiqinə başlayıb. Bu addım yüksək inflyasiya və ərzaq qıtlığı ilə mübarizə məqsədi daşıyır. Kalabark sistemi vətəndaşlara süd, pendir, yağ, düyü, ət və yumurta kimi 11 əsas qida məhsulunu daha ucuz qiymətə almağa imkan verən rəqəmsal kart sistemidir. Bu sistem vasitəsilə dövlət birbaşa vətəndaşın kartına kredit və ya rəqəmsal şəkildə dəstək təyin edir. İran rəsmiləri bildirirlər ki, tətbiq sayəsində əvvəllər market rəflərində tapılmayan bəzi məhsullar yenidən satışa çıxarılıb və qiymətlərdə qismən eniş müşahidə olunur. Lakin xalq bu dəyişikliklərə ehtiyatla yanaşır. Bəzi vətəndaşlar bu dəstəyin faydalı olduğunu, lakin qiymət artımının qarşısını almaq üçün kifayət etmədiyini bildirirlər. Hökumət qiymətləri sabit saxlamaq üçün güzəştli valyuta məzənnə sistemində dəyişiklik edib. Əvvəllər idxalçılara ucuz dolları verilirdi ki, məhsullar bazara ucuz daxil olsun. Lakin bu sistem korrupsiya və sui-istifadə hallarına yol açdığı üçün hökumət indi birbaşa istehlakçıya, yəni xalqa elektron kuponlar vasitəsilə dəstək verməyə üstünlük verir. Dəyərli tamaşaçılarımız, bu məlumat sanki bir qədər bizi keçmiş Sovet Respublikasının son dövrlərinə istər-istəməz aparır. Orada təbii ki, o tarixi prosesləri yaşayan insanlar, biz onların məlumatlardan və tarixi mənbələrdən görmüşük, kadrları izləmişik. Amma o dövrü yaşayan insanlar daha yaxşı bilir ki, bu sistem, yəni indiki kupon rejimi, kuponlarla insanlara müəyyən, belə deyək, ərzaqları əldə etməyə imkan verən bir şəraitin yaradılması, güzəştlərin tətbiq olunması, hətta zaman-zaman bazarlarda tapılmayan bəzi məhsulların əldə olunmasına, belə deyək, şəraitin yaradılması Sovetlər dövründə istər-istəməz xatırladır. Nə baş verir? Yəni, o vaxt kuponlar var idi, yenə də ərzaq talonları, insanlar növbəyə düzülürdü, həmin talonlarda, kuponlarda nələr, hansı şəkildə ardıcıllıqla qeyd olunursa onları ala bilirdilər. Məhdud imkanda tutaq ki, bir insan 1 kilo şəkər tozu ala bilərdi, 1 kilo un ala bilərdi və s. və digər məlumatlardan, ərzaqlardan söhbət gedə bilər. İndi həmin rejim də keçmiş Sovetlər Birliyinin son dövrlərində olduğu kimi indiki İranda Molla Fars rejimi də həmin o prosesləri bu dəfə öz daxilində insanlara qarşı tətbiq etməyə çalışır. Amma nəticə verdi mi? Sovetlər Birliyi ayaqda qaldı mı? Saxlanıldı mı? Xeyr. Sovetlər Birliyi dağıldı və tarixin arxivinə göndərildi. Bəs indi necə bu rejim yenidən buna bənzər tarixdə təkrar olunan, istifadə olunan, çeynənmiş, tapdalanmış, istifadə olunmuş, yararlılıq müddəti bitmiş, yəni çoxlu fikirlər söyləmək olar bu baxımdan. Yəni, belə deyək, məsələləri gündəliyə gətirməklə xalqın başının arxasına bir yastıq qoyub, üzərinə də bir sanki yorğan çəkməyə çalışır ki, gedin yatın, bu sizin bəsinizdir, elə bura qədərdir, yəni
biz edəcəyimizi edirik, xalqın rifahı yaxşılaşır, hər şey gözəldir. Yəni necə ki Sovetlər Birliyində işıqlı kommunizm var idisə, onun da başqa bir nümunəsi sanki işıqlı gələcək görüntüsü İran xalqı üçün yaradılır, amma bu sadəcə görüntüdür, sadəcə kadrdır. Bunun pərdə arxasında yenə də çirkin planlar, niyyətlər, xalqın istismar olunması, tapdalanması, döyülməsi, öldürülməsi və s. onlarla yüzlərlə bu kimi yəqin ki proseslərin biz şahid ola bilərik. Yəni İrandakı rejim baxın görün nə qədər hiləgər addımlar və gedişlər hər halda atmağa çalışır. Amma bunun təbii ki müddəti yəqin ki çox olmayacaq. Bu da bir yerə qədər bu metodda da istifadə oluna bilər. Amma əvvəl-axır bu rejimin sonu yoxdur. Sonu bəllidir. Yəni rejim iflasa məhkumdur. Yəni bunu hansı halda qarşısını almaq təbii ki mümkün olmayacaq.